Mətanət həkim bu şeirimi Yazıçılar Birliyinin poliklinikasında həkim kimi çalışan çox hörmətli, izzətli, savadlı, dəyərli bir xanım Mətanət həkimə həsr etmişəm. Şeirin müəllifi şairə Səidə Əşrəf qızıdır. Geyinib əyninə ağ xalatını, qoy hamı tanısın gözəl insanı. Xəstəyə göstərir hər cür qayğını, həddən mehribandır Mətanət həkim. O öz peşəsini çox gözəl bilir, hər gün həvəs ilə işinə gəlir, hamıya lazımı köməklik edir, gözəl bir insandır Mətanət həkim. Xəstənin qəlbini çox yaxşı duyur, bütün ümidləri daim doğruldur. Yeganə gümanı bilir ki, odur, mələk simalıdır Mətanət həkim. Gecə də, gündüz də çox narahatdır. Çox vaxtı gecələr o oyaq qalır. Ən ağır xəstəyə çarələr tapır. Çox nəcib insandır Mətanət həkim. O yorğun gözləri hey gülümsünür. Onun sifətindən bir nur tökülür. Doğru yol göstərir, xoş ümid verir. Çox nəcib insandır Mətanət həkim. Nə yaxşı, xeyirxah həkimimiz var. Onlar olmasaydı insan məhv olar. Xəstə sağalanda rahat olurlar. Qayğıkeş insandır Mətanət həkim. Qayğıkeş insandır Mətanət həkim.